Hər kəsə salam. Bu gün sizinlə əfsanəvi nağıl tortunu hazırlayırıq. İlk olaraq kreminin hazırlanmasından başlayırıq. Çünki onun tam soyması üçün vaxt lazımdır. Qazana 2 ədəd yumurta sarısı, 1 stəkan şəkər tozu və 1 stəkan süd əlavə edib qarışdırırıq. Reseptdə istifadə etdiyim stəkanımın ölçüsü 200 ml-dir. Ocağın üzərində də qarışdıra-qarışdıra qaynayana kimi bişiririk. Qaynadıqdan sonra isə 10 dəqiqədə bişirib ocaqdan götürürük. Kremin hazır olub-olmamasını qaşıqla yoxlayırıq. Əgər belə xətt çəkdikdə xətt birləşmirsə, demək ki, kremimiz hazırdır. Ayrıca bir qaba əlavə edirik ki, tez soyusun. Üzərini streclə örtüb tam soymasını gözləyirik. Biskviti üçün 4 ədəd yumurtanın ağını sarısından ayırırıq. Ağların üzərinə 1 çimdik duz əlavə edib mikserlə köpüklənənə qədər çırpırıq. Sonra bura 125 qram şəkər tozunu az-az əlavə edərək tam bizə halına gələnə qədər çırpırıq. Bu arada 125 qram şəkər tozu 200 ml stəkanla 2 barmaq aşağı edəcək. Baxın dostlar, nəticədə belə bir bərk kütlə alınmalıdır. Qabı tərs çevirdikdə yumurta ağları qabdan düşməməlidir. Burada 4 ədəd yumurta sarısını əlavə edib yenidən mikserin aşağı sürəti ilə çırpmağa davam edirik. Klassik nağıl tortunun reseptinə görə bu mərhələdə xəmirə 1 xörək qaşığı konyak əlavə etmək lazımdır, amma mən bunu etmədim. Siz istəsəniz əlavə eləyə bilərsiniz. Sonra 125 qram unu hissə-hissə ələyib qaşıqla aşağıdan yuxarıya tərəf çox ehtiyatla qarışdırırıq. Bu arada dostlar, rəylərdə yazın görək, uşaqlıqda daha çox hansı tortu xoşlamısınız? Mən vaxtında vanili əlavə etməyi unutdum, ona görə bunu indi edirəm, amma siz unu ələyəndə vanili də qata bilərsiniz. Xəmiri yağlı kağız sərilmiş soba listinə əlavə edirəm. Bu arada soba listimin ölçüsü 40-ın 35-ədir və üzərini düzləşdirib əvvəlcədən 180 dərəcəli isidilmiş sobada təxminən 15 dəqiqəyə bişirirəm. Soyduqdan sonra tərs çevirib yağlı kağızı üzərindən çıxardıram və 3 bərabər hissəyə kəsirəm. Quru kənarlarını da kəsib götürürəm, daha sonra onlardan ovuntu hazırlayacağam. Tortun kənarlarını əllərimlə ovuntu halına gətirirəm. Bunu blenderla da edə bilərsiniz. Daha sonra üzərinə 1 xörək qaşığı kakao əlavə edib qarışdırıram və hələ ki qoyuram bir kənara. Bu tortumuzun bəzəyi olacaq. Şirəsi üçün 80 qram şəkər tozunun üzərinə 80 ml su əlavə edib qaynayana kimi bişirirəm. Qaynadıqdan sonra ocaqdan götürüb tam soymasını gözləyirəm. Dostlar, videonun əvvəlində qeyd etdiyim kimi əsl nağıl tortunun reseptində konyakdan istifadə olunur. Nəinki xəmirinə, həm də şirəsinə də 1 xörək qaşığı konyak qatılmalıdır. Mən isə bunu etmirəm. Əlbəttə ki, bu zövqə görədir. Siz istəsəniz qata bilərsiniz. Əgər belə ətraflı reseptləri bəyənirsinizsə, videomu like etməyi unutmayın. İndi isə kremini hazırlayırıq. 250 qram yumşaq kərə yağını ağarana kimi mikserlə çırpırıq. Və bu videonun əvvəlində hazırladığımız yumurtalı qarışımı yağa hissə-hissə əlavə etməklə mikserlə çırpırıq. Hamısını birdən əlavə etmək olmaz, yoxsa kreminiz çürüyə bilər.
Dostlar, kremə də mən bir paket vanil əlavə edirəm. Sadəcə onu çəkməyi unutmuşam. Kremimiz artıq hazırdır. İndi isə keçirik tortu yığmağa. Hər qatı əvvəlcə şirə ilə isladırıq, daha sonra kremləyirik. Və bütün qatıları da bu şəkildə yığırıq. İndi isə bu qalan kremdən 2 xörək qaşığı ayırırıq. Onların üzərinə daha sonra boya əlavə edib tortun üzərini bəzəmək üçün istifadə edəcəyik. Və bu qalan kremə də 2 xörək qaşığı kakao əlavə edib qarışdırıram. İndi isə kremin bir hissəsinə qırmızı qida boyası əlavə edirəm, digərinə isə göy və yaxşıca qarışdırıram. Kakaolu kremlə tortun hər tərəfini örtürəm. Tortun kənarlarını hazırladığım ovuntu ilə bəzəyirəm, üzərinə də çəngəllə xətlər çəkirəm. Yerdə qalan kakaolu kremi də sıxma torbasına əlavə edib üzərini bu şəkildə bəzəyirəm. Qırmızı və göy kremlə də tam eynisini edirəm. Və son toxunuş olaraq da tortun üzərinə mütləq marmelad dilimləri düzürəm. Çünki məhz marmelad nağıl tortunun əsas simvoludur. Onsuz bəzək yarımçıq görünər. Və mən bir gün tortu gözlətdim ki, tam özünü tutsun. Amma təəssüflər olsun ki, kəsimini sizə göstərə bilməyəcəm. Çünki mən bu tortu hədiyyə üçün hazırlamışam. Amma inanın mənə, dadı və görünüşü möhtəşəmdir. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.